Uşaqlar, növbəti videomuz Unit 11 Grammar. Qrammatika qarışıqdır, bilirəm, keçmədiyiniz şeylər var, bilirəm. Amma narahat olmayın, bu yəni sizə mənfi deyil ki, müsbətdir ki, ümumi sınaq işləyirsiniz və həqiqətən imtahana, real imtahana hazırlaşırsınız. İlk sualda preposition, yəni söz önü soruşur sizdən. Burada bizim əzbərləməli olduğumuz spesifik şeylər var ki, nə ilə hansı söz önü işlənir. Bunları bilməsəz, əzbərləməsəz testləri təəssüf edirəm, yaza bilməyəcəksiniz. Düz test işlədikcə də bu sizin beyninizə oturacaq. Arrive iki söz önü ilə işlənir və in və at. In böyük ərazilərlə işlənir. Şəhər, kənd, ölkə, qitə, bu kimi ifadələrlə, yerlərlə in işlənir. Ofis, ev, aeroport, kiçik ərazilərlə, kiçik obyektlərlə isə ət işlənir. Ofis kiçik obyektdir, ona görə ət işlədəcəm. Bir də ət olmayan hamısını siləcəm. Məndə qalacaq C variantı. İkinci tərəf saat, 2 o'clock həmişə ətlə işlənir. Burada var Tuesday morning var. Morning həmişə inlə işlənir, yəni günün hissələri inlə işlənir. Ancaq qarşısında day varsa, həftənin günü, bayram günü, ad günü və s. ümumiyyətlə day sözü varsa, on işlənir. Cavabımız C. 2. Modal fe'l soruşur sizdən. Modal fe'lləri seçərkən uşaqlar biz necə ki zamanları işləyərkən uzlaşmaya diqqət edirik, eləcə modal fe'li seçərkən də uzlaşmalıdır bu. Yəni bir tərəf keçmişdədir deyə, digər tərəf can't, shouldn't, needn't, mustn't, indiki də ola bilməz. Digər tərəfdə keçmişdə olmalıdır. Burada keçmişdə olan tək variant D variantıdır. Onlar tez gəldi. Biz çox gözləməli olmadıq. Üçüncü variant bizdən adverb, degree, adjective istəyir. Yəni sifətin dərəcəsinə baxacağıq biz burada. Burada açar sözümüz sən. Yəni müqayisə axtarıram birinci tərəfdə. Bu getdi, bu getdi, bu getdi. İkinci tərəfə baxıram. I've seen var. Yəni üstünlüyü axtaracağam. Bu ilə həmişə üstünlük işlənir. Ona görə B-də gedər, qalacaq D. 4-ə baxıram məndən. Mənasına görə düzgün sifət istəyir. Xoşbəxt, joyful, şən, enerjili, busy, məşğul, tired, yorğun. He was very blah blah, so he went to bed early. O yatağa tez gedibsə, deməli o yorğun olubdu. Y variantı. 5-cidə məndən zaman uzlaşması istəyir. Şərt budaq cümləsi. Biz bilirik ki, şərt budaq cümləsində indiki ilə gələcək uzlaşır, keçmişlə keçmiş uzlaşır. Variantlarıma baxın. Will gördünüz, avtomatik silin. Gələcək olmaz. Başqa gələcək yoxdur. Deməli, mən keçmiş axtarmalıyam. Həm də mənim burada növbəti ipucum before var. Before varsa mən nə axtarırdım? Bitmiş zaman. Yəni, mən burada iki hərəkətdən birinin daha əvvəl olduğunu göstərirəm. Before-la. Before nə deməkdir? Əvvəl. Before varsa, iki hərəkətdən biri əvvəl işlənibsə, mən hansı zaman axtaracağım? Bitmiş zaman. İkinci tərəfimdə bitmiş olmalıdır. O da C variantıdır. Mən ondan soruşdum ki, o bu filmi daha əvvəl görübmü? Onun görməsi filmi birinci hərəkətdir. Mənim soruşmağım daha sonra baş verən hərəkətdir. Aydındır. Keçdik 6-ya. Bizdə nə istəyir? Deyir ki, məchul növdə cümlə vermişəm, onu aktiv növə çevir. Biz nəyi bilirik? Məchul növ nə deməkdir? İş görən bilinmir. Yəni cümlədə mübtədaya ehtiyac yoxdur. Mübtəda bəlli deyil və yaxud da biz mübtədanı atmışıq ikinci tərəfə. İş görənin kim olduğunun o qədər önəmi yoxdur. Əsas burada tamamlıqdır. Tamamlığımızı da keçirdirik, olur bizim mübtədamız məchul növdə. The document was not signed by him. Sənəd imzalanmayıb onun tərəfdən. Yəni burada əsas məsələ sənədin imzalanıb imzalanmaması. Yəni sənəddir burada. Kim imzaladı, nə elədi fərqi yoxdur. Bizə önəmli olan sənəddir. Bizim məchul növümüzü məqlum növə çevirərkən zamanımız heç vaxt dəyişmir. Nə zaman, nə forması. Sadədədirsə sadədə qalır, bitmişdədirsə bitmişdə qalır. Artıq onu davam edici o yan bu yan fırlamırıq.
Məchul-dakı tamam mübtəda keçib olacaq məchulun tamamlığı. Yəni the document buradakı mübtədamız bizim tamamlığımız olacaq. Baxıram A-da tamamlıqdır. Bunu silirəm. Mənim buradakı mübtəda tamamlığım keçib olacaq. Mübtəda. Baxıram ki, he. Okay. Olubda mübtəda. Deyirəm ki, zamanım dəyişmir. Burada nədir? Was not sign keçmiş sadə zamandır. İnkarda olan keçmiş sadə zaman axtarıram. Bu davam edicidir. Elə baxın, D variantı özüdür ki, var. Keçmiş sadə zaman inkardadır. Buradakı mübtəda tamamlığım burada mübtədadır. Buradakı mübtədam isə burada tamamlıqdır. O sənədi imzalamayıb. Vəssalam. 7-dən bizdə sinonim istəyir. Underline word. Altına xətt çəkilmiş söz. Səy, cəhd deməkdir. Idea, ideya, comment, rəy, remark, rəy, offer, təklif, B. Attempt, cəhd, səy deməkdir. 8. Bizdən provide sözünün definition'ını soruşur. Provide nə deməkdir? Təmin etmək. Y variantı. To say you won't do something. Nəyisə etməyəcəyini demək. Bu etiraz etməkdir. To put in a certain place. Qoymaq. To stop working or playing. İşləməyi dayandırmaq. To make smaller or less. Kiçiltmək. Bu da deyil. Cavabımız C variantı. To give what they need. Ehtiyacı olanı vermək. Yəni təmin etmək. 9-da bizdən nə istəyir? Zaman uzlaşması istəyir. Şərt budaq cümləsidir. Bağlayıcı birinci gəlib, yəni mənə indiki və gələcək lazımdır. Baxıram, elə C variantı olacaq. 11. Bu feilin şəxssiz formalarıdır, uşaqlar. Feilin şəxssiz formalarında var gerund, ing ilə düzəlir. P1 ing ilə düzəlir. Məlum mənasında məlumluq var. Bir də var P2. id ilə düzələn üçüncü forma var idi və yaxud da qaydasız dəyişən uşaqlar. Go, went, gone deyirdik. Baxın, o qandakı P2. Bu da məchulluq bildirir. İndi izah edəcəm. Məsələn, həyətdə oynayan oğlan. The boy playing in the yard. Burada baxın P1 verirəm, məlumdur. Yəni oynayan oğlanın özüdür. Amma sınmış vaz deyəndə the broken vase deyirəm. Broken P2-dədir. Məchulluq var. Vazla öz-özünə sınmayıb ki, kimsə bunu sındırıbdır. Kimlik məlum deyil, məchulluq var. Hərəkət əşyanın özü öz üzərində icra eləmir və yaxud da icra eləyən bəlli deyil. Orada biz P2 verəcəyik. Baxaq cümləyə. There was a bonfire of the branches of trees. Ağacın budaqlarından yandırılmış bir şey var idi. Tonqal var idi. Yandırılmış deyəndə mənə məchulluq var. Tonqal öz-özünə yanmır ki, kimsə yandırır. Ona görə də mən P2-ni seçəcəm. P1 olmaz. Burada şəxs artıq zaman işlətmirik, məstər olmur. Bir də şəxssiz forma məstər var. Bunu keçəndə izah edəcəm. 11. Qrammatik olaraq düzgün cümləni seçirik. Baxın, bu birinci bizim nisbi əvəzliyimizdir. Nisbi əvəzlik whom-dan sonra xəbər gəlməzdir. Who-dan sonra xəbər gələrdi. Bir səhvdir. We have seen each of those films. Okay. A number of pencils were in the school bag. Okay. The number of the rooms are 2 in the house. Bu səhvdir. Burada uzlaşmanı istəyir əslində bizdən. Bir də saxlayardıq. Tamam. The number of sayı deməkdir. O ilə xəbər təkdə olar. 4 də səhvdir. Each of them is ready to drive a car. 5 düzdür. Okay. Deməli, mənim düzüm oldu 2, 3, 5. Bunu elə düz götürmüşəm. Yəni, düz olaraq nisbi əvəzliyə görə elə düz olaraq səhv götürmüşəm. Each of-la işlənir. Each of these films deyə bilərik.
Each of them deyə bilərik. 2, 3, 5. 12. You will have to work necəsə to pass your exams. Sən necə işləməlisən ki, imtahanı keçəsən? Çox işləməlisən, çalışmalısan. Baxaq variantlarımıza. Hardly ever. Hardly-nin mənasında negativlik var. Bunu işlətmirik. Less hard. Daha az işləməlisən. Əlbəttə ki, yox. Daha belə deyim də. Hard çox işləməkdir. Less onu azaldır. Bu düzgün deyil. As hard artıq yoxdur. Burada as olmalıydı. As hardly yenə həm hardly səhvdir, həm də burada as olmalıydı. Cavabım B. You will have to work very hard to pass your exam. Sən imtahanlarını keçmək üçün çox çalışmalısan. Find the synonym of the underlined. Immediately dərhal deməkdir. Gradually tədricən, lately son zamanlarda, currently hal-hazırda, at once dərhal, slowly yavaş-yavaş. Cavabım B olacaq.